ev anamın adınadır. Gəlin anamı evdən qovub və bunun üçün də deyir evi də deyir söküb deyir təzə ev tikib yerində. İndi deyir gəlin də deyir indi boşanıb. İndi gəlin deyir anamı evə qoymur. Anam o evi ala bilər və gəlin o evdən çıxarda bilər. Ev sökülüb təzədən tikilib, gəlin ananı, yəni ki qaynananı evdən qovub və indi bununla bağlı soruşur ki, necə etsin? Çox maraqlı situasiyadır əslində. Baxın, mülkiyyətçi ilkin olaraq şəxsdirsə, müraciət edib ki, anasıdır da, belə düzdürmü? Onun adınadırsa, ev söküldükdən sonra yeni evin tikilməsi üçün icazə əslində alınmalıdır, ya da ki, ən azından informasiya xarakterli, yəni müraciət olmalıdır icra hakimiyyətinə ki, ev sökülür, yenində yeni ev. Bunu əmlak sahibi etməlidir. Əgər qıraq şəxs edibsə, faktiki olaraq çox güman ki də yeni sənəd ala bilməyib, çünki mülkiyyətçi deyil və həmən mülkiyyət sahibi faktiki olaraq sökülsə də ev məhkəməyə müraciət edib çıxara bilər. Yəni burada boşanılıb, boşanma prosesi var, nikahın pozulması, yəni faktı varsa, mülkiyyət sənədi ilə birgə iddia ərizəsindən müraciət edərək mənzildən çıxarma yəni verə bilər tam olaraq. Çünki artıq yaxın qohum deyirlər və istifadə hüququna xitam veriləcəkdir.